Super. Bakın. Bu istlerde ne gaz yandırdım, ne sobanı da saldım. Bakın süper tort pişirdim. Video sona kadar izleyin ki dəqiqliyini kaçırtmayasınız. Sadece 5 dakikaya. Lazım olan ərzaqın əsası bizdə piçenyedir. Baxın, bu cür nə piçenye olmalıdır. Bunlar şirin olur. Var balıqlı. Balıqlılar şirin olmur. Biraz belə duzluluq olur da. İndi onun şirinisini tapa bilərsinizsə super. Yəni belə xırdalardan hansında ki belə heyvanlardır, balaca dovşan, ayı, uşaqlar üçün almırıq. Həmin onlar belə qəşəng şirindir. Yəni bu tortda o daha dadlıdır. Burada məndə 400 qramdır. 400 qram bəs eləyir. Başlayaq. Bir də bizə lazımdır pişmiş zquşyonka. Mən belə bankada saxlayıram, alıram. Televazimat yerlərində satılır. Belə alıram, bankaya tökürəm. Yəni çox istifadə etmək olur. Bir də qaymaq. Məndə burada sulu qaymaqdır. Sulu qaymaq almışam. Amma ki çox vaxtı sulu qaymaqdan istifadə etmirəm. Bunu hazırlayanda alırıq səhərlər yeməyə qatı qaymaq, balaca. Və onlardan alıram, istifadə edirəm. O bir dənəsi bəs eləyir. İstəyirəm göstəreyim. Belə qaba tökdüm. Baxın, duru olur. Bu qaymaq, mən dediyim qaymaq bu durudur. Siz qatlaşmış qaymaqdan da istifadə edə bilərsiniz. Bu 26%-lıqdır. Yəni 26%-lıq qaymaqla hazırlayıram. Qaymağı tökürəm mikserə. Çünki qəşəng qatışdırmaq lazımdır. Və qatlaşmış süd hələ əlavə etmədən qatışdırıram. Bir belə, baxın, belə qəşəng dolu qaşıq qatlaşmış süd əlavə edirəm. Krem hazır olur. Oy, baxın, əlinizdən o qədər tutacaq bu tort. Simbol yaydır, istidir. Baxın bu dərəcədə. Yəni slivkalar bu cürə vızbiç eləsəz belə halda olmalıdır. Qəşəng. Baxın. Mən sizlərə rahat göstərmək üçün, yəni qabı şüşəli bir qaba kremi boşaldacağam ki, yəni rahat hər bir şey sizə qəşəng göstəreyim. Amma evdə eləyəndə, yəni özüm üçün çəkiliş etməyəndə, elə bir qabın içinə, həmin bunun içinə lazım olan ərzaqları töküb qatışdırıram. Yəni qabımız batmır. Sadəcə olaraq sizin üçün bunu rahat hamısını göstəreyim. Tökürəm qaba. Çox asandır. Yəni uşaq da bacarar. Qəşəng. Evdə bizdə uşaqlar ürəkləri istəyəndə, canları çəkəndə girirlər kuxnaya, bunu hazırlayırlar, atırlar xaladenikada da yaxşı. Mən də çayla axşam oturaraq içirik özümüz üçün. Baxın, belə qəşəng qatı krem alınır. Həmin bunun üzərinə açıb tökürəm piçenyelərimi. Dediyim kimi, baxın, alanda şirin olsun. Bir dəfə almışdım, duzlu alınmışdım. Tökürəm üzərinə. Bu qədər. Piçenyemi də tökdüm. İndi bunun da üzərinə banan da oraya tökürəm. Bunu qoyuram kənara. Bananı gətirin, bananı qəşəng doğrayın. Bananı da ki çalışın ki, banan çox yetişmiş olsun. Onda şirin olur, qəşəng olur. Bananın ən belə yetişmişini götürəcəm. Dediyim kimi belə qəşəng, şirin olsun. Bir dənəsi bəs eləyir. Yəni mən dediyim porsiyaya görə bir dənəsi bəsdir. Bu şəkildə açaram və xırda-xırda doğrayıram. Uşaqlar onsuz da çox yetişəndə bananı yemirlər. Banandan da çox reseptlər sizlərlə paylaşmışam. Baxıb, izləyib, baxa bilərsiniz. Xırdalayıram. Bu qədərlə tökürəm üzərinə. Baxın, bu şəkildə doğradım. Dediyim kimi yumuşaq banandan istifadə eləyin bu tortda. Bəlkə xiyar kimi banandan istifadə etməyin. Əgər dadlı istəyirsinizsə alınsın. Tökürəm piçenyenin üzərinə. Hələ qatışdırmamışam. İndi isə başlayıram qarışdırmağa. Bismillah. Hamısını elə qatışdırın ki, belə hopsun, qəşəng bütün piçenyelər krem olsun.
O ətirləri bir gözəllik. Vanil də əlavə etməyin. Çünki banandır, varyunkadır. Yəni qatlaşmış südün öz illəri bəs eləyib torta. Baxın belə qəşəng. Tamam, bu qədər. Biraz da qatışdırıram. Şirniyyatımız demək olar ki hazır oldu. Qatışdırdım. Bu da hazır oldu. Bunu da qoyuram kənara. İndi bunu tort forması vermək lazımdır. Qəşəng. İstəsəz belə adi belə listlər yoxdur. Tort hazırlayırıq. Ora belə qəşəng presleyin. O şəkildə. Mən istəyirəm belə yumru olsun. Qəşəng. Tortumuz rahat çıxsın deyənə strecdən istifadə edirəm. İçinə belə qəşəng içini düzəldirəm. Чтобы tortumuz qəşəng rahat çıxsın. Bizə əziyyət verməsin. Baxın bu şəkildə streclədim içini. Tort rahat çıxsın deyə. Milli gəldi. Milyon. Dəşin balam. Arxın gəl bura gəl. Dəşin. Gəl. Gəl bura. Gəl. Şirniyyatımı tökürəm qaba. Tökdükcə dediyim kimi qəşəng presleyin. Bastırırıq. Bu şəkildə qalanını da tökürəm üzərinə. Belə. İşte bu qədər. Görürsünüz nə çox tez. 5 dəqiqədə mi vaxtını aparmır. İndi bunu bu şəkildə yox. Bunun da strecdən ki belə kənarlarını bağlayıram. Bu hissəni belə bağlayıram streclə. Baxın, göstərim. Akkuratla, qəşəng bağladım. Bu şəkildə. Aparıram soyuducuya, dondurucuya yox. Soyuducuda yarım saat 40 dəqiqə saxlayıram. Görürsünüz nə tez hazırlandı. Super, qəşəng. Yəni 5 dəqiqə vaxt aparmır. O piçələri də evdə saxlayan, yəni dediyim kimi canınız şirniyyat istəyəndə hazırlan 5 dəqiqə. Bunu aparım sobaya yox, qazda yox. Soyuducuya aparım. İli gəldi. Nədir? Şirniyyat aparıb qoymuşam, gəlmirsən. Sevmədiyi olanda, yəni əgər onu yeyə bilməyəcəksə, gəlməyəcək çəkilişə. Amelit, nə şalam, caniklarım, şalam. Yarım saat keçdi. Soyuducudan götürdüm. Belə qəşəng istədiyim kimi olub. Laf çox saxlamadım videoya görə də. Amma siz gecə eləyib səhərə qədər saxlaya bilərsiniz. Baxın, indi bunun üzərini ki bağlamamışdım streclə. Streci açıram. Qaba qoyanda rahat olsun bizə. Yəni bu bizə lazım deyil. Çünki belə fıratsaz qaba qoysunuz və altında külək qalacaq. Ona diqqət edin. Bir-iki dəfə elə olmuşdu uşaqda. Unutmuşdu, qalmışdı. Deyir, mama, necə götürüm? Bu şəkildə. Belə, üzərini açdım. İndi isə hansı ki qaba, yəni tortu qoyacaq, hansı qaba bu şəkildə qoyuram və çevirirəm. Bismillahirrahmanirrahim. Hoppa. Tak, düşdü. Belə. Baxın, gördünüz, asandır, rahatdır. Bunu da bu şəkildə çıxardırıq. Baxın. Sadəcə baxın, mən dediyim kimi altını düz eləmək lazım idi. Məndə belə biraz havada qalıb. O da problem deyil. İndi bəzəyəcəm. Mən dekor üçün həmin o işlətdiyim qaymaqdan kremlə kənarda saxlamışdım. Konditer mişokunda belə saxlamışdım. İndi istəyirəm bu kənarlardan ondan bağlayam. Yəni belə bir şeydir ki, yəni dekoru özünüz istədiyiniz kimi edə bilərsiniz. Kremlə bu şəkildə bəzədim. Siz öz istəyinizə görə bəzəyə bilərsiniz. Bismillah. Bu isti havalarda nə qazı yandırdım, nə də sobanı xoda saldım. Baxın, super bomba tort hazırladım. Sadəcə 5 dəqiqəyə. Doğrayıram, sizlərə göstərim içini. Çox dadlıdır. Uşaqlar çox sevir, elə biz də hamımız. Bismillah.
Bakın. Wow, super. Bakın. Bunu geceden hazırlayın. Səhərə qədər qalsa, lap super özün tutacaq. Bakın maşallah geçen dadlı. Çok dadlıdır. Yani bir defa hazırlasanız elinizden çok tutacak. Tez hazırlayacaksınız. Əsas da bu istilərdə. Bismillah. Bomba. Super. Dondurma. Yani çok muhteşemdir. Hazırlasanız pişman olmayacaksınız. Gelin siz de hazırlayın. Az ingredient ve super dad. Siz de hazırlayın. Nuş olsun.